Salam, hər vaxtınız xeyir olsun dəyərli abituriyentlər, müəllimlər. Biz axırıncı dəfə WhatsApp kanalımızda Azərbaycan dili müəllimlərinin hazırlıq mərkəzi və saytından belə bir sual bölüşmüşdük. Qeyd olunan sualın bənzəri MİQ imtahanlarında istifadə olunub, yəni bu sual ona əsasən hazırlanıbdır. Və burada bəzi məsələlər var ki, biz müzakirə edəcəyik. Xüsusən qeyri-müəyyən təsirli halla bağlı bəzi mətləbləri aydınlaşdırmalıyıq ki, bu sualı yaza bilək. Öncə gəlin o mətləbləri aydınlaşdıraq, daha sonra sualımızın izahına keçid edək. Deməli, mətləb nədən ibarətdir? Bilirsiniz ki, uşaqlar, müəyyən təsirli halın şəkilçisi nədir? ÜÜ. Amma qeyri-müəyyən təsirli halda hər hansı bir şəkilçi olmur və bu xüsusiyyətinə görə o adlıq və qeyri-müəyyən yərik halına oxşarlıq təşkil edir. Bilirsiniz ki, müəyyən təsirli halın sualı kimi, nəyi, haranı olduğu halda, indi yazmıram axıra kimi haranı. Qeyri-müəyyən təsirli hal yalnız nə sualına cavab verir? İstəyir insan anlayışı olsun, istəyir məkan anlayışı olsun, istəyir heyvan anlayışı olsun. Heç bir fərqi yoxdur. Gəlin belə bir nümunə ilə tanış olaq və orada qeyri-müəyyən təsirli halın işlənməsinə nəzər yetirək. Deyirəm ki, Əli həkim çağırdı. Qeyd olunan nümunədə çağırdı xəbər, Əli mübtədadır, çünki bilirsiniz ki, bu adlı haldadır. Çox adam düşünür ki, çağırdı, nə çağırdı, həkim, hə, bu da mı mübtədadır? Əlbəttə ki, xeyr. Burada qeyd olunan nə? Tamamlığın sualıdır. Amma necə tamamlıq? Qeyri-müəyyən təsirli hallı sözdə ifadə olunmuş tamamlıq. Yəni sən istəsən Əli həkimi çağırdı deyə bilərsən və yaxud da yerinə təsirli halda olan bir əvəzlik qoyub yoxlaya bilərsən. Əli onu çağırdı. Bununla da sübut edirsən ki, bu deməli gizli bir təsirli hal imiş, sadəcə şəkilçisi olmadığından çox adam onu səhv salıb nə ilə? Əlbəttə ki, adlı halla və hətta bunu mübtəda götürməyə çalışır. Xeyr. Çağırdı xəbərinin mübtədası burada qeyd olunduğu kimi Əli olacaq. Deməli, bir digər mətləbdə nədir? Gəlin onu da aydınlaşdıraq. Fikir versəniz, həkim ayrılıqda kim sualına cavab verir? Ayrılıqda kim sualına cavab verir? Amma burada biz ona nə dedik? Bayaq dediyim qaydaya əsasən qeyri-müəyyən təsirlik və qeyri-müəyyən yərik halda olan sözlər kimin nəyi haranı, kimin nəyin haranın tipli suallara cavab verə bilmir. Yalnız nə sualı istəyir insan anlayışı, istəyir məkan, istəyir heyvan. Heç bir fərqi yoxdur. Yəni burada biz həkimlərimizə hörmətsizlik etmirik. Əstəğfurullah. Sadəcə olaraq nə sualı dilçiliyin tələb etdiyi bir sualdır. Bu öz yerində. Və bir də siz bunu yoxlamaq üçün dediyim kimi qeyri-müəyyən təsirli hallı sözün yerinə müəyyən təsirli hallı əvəzlik qoyub yoxlaya bilərsiniz. Daha sonra bir başqa üsul da nədir? Həkim sözünü əvvələ gətirdikdə şəkilçi peyda olur. Məsələn, deyirsən ki, həkimi Əli çağırdı. Qeyd olunan, üzr istəyirəm, həkimi Əli çağırdı. Qeyd olunan nümunədə çağırdı xəbər kim? Əli, kimi çağırdı, həkimi çağırdı. Yenə də gördüyünüz kimi şəkilçi bərpa olaraq gəldi. Özünüz bilirsiniz ki, qeyri-müəyyən təsirli hallı söz yalnız xəbərin yanında olmalıdır. Xəbərin yanından uzaqlaşdıqda o öz şəkilçisini bərpa edir. Buna kimi ümid edirəm hər şey tamamdır. İndi gəlin digər mətləblə tanış olaq. Bu mətləb nədən ibarətdir? Deməli uşaqlar, burada qeyd olunan suala gəlin baxaq bir daha görək bu sualda bizdən nə istəyirmiş. Aha. Deyir ki, hansı söz birləşməsinin ikinci tərəfindəki sözə əsasən, yəni buradakı sözlərə əsasən, demək olar ki, bütün isimlər qeyri-müəyyən təsirli halda işlənmir. Baxın, bizim işimiz ikinci tərəflə bağlıdır. Bu birinci qayda. İkinci olaraq isimdən danışır. Amma mən burada bir şübhəli şəxs gördüm. İkinci variantı bəri başdan silirəm, çünki qəhrəman sözü nədir? Bu sifətdir, bu isim deyil. Buna heç müzakirə mövzusu belə eləməyə dəyməz. Və belə olanda iki olan variantları çıxsam, görürsünüz nə qədər işim yüngülləşir. Ən azından iki variant sıradan çıxdı və mən üç variant arasında müzakirə aparacağam. Qeyd olunan nümunədə qeyri-müəyyən təsirli halı yoxlamaqdan ötürü onu xəbərin yanına aparmaq lazımdır. Görək bu müəyyən təsirli hal olaraqmı xəbərə yanaşa bilər, yoxsa qeyri-müəyyən formada yanaşa bilər. Məsələn, birinci nümunəmizdən gəlin tanış olaq. Ölkəmizin sərhədləri. Deyirəm ki, ölkəmizin sərhədləri bağlandı. Baxın, ölkəmizin sərhədlərini bağladı deyərsən. Müəyyən təsirli halda deyərsən, düzdürmü? Razısan onunla. Bağlandı nə? Ölkəmizin sərhədləri. Daha doğrusu hara? Yəni burada yerinə onu qoy. Onu bağlandı deyə bilirsən? Yox. Amma nə deyirsən? O bağlandı. Deməli, burada sərhədləri sözündəki i yalnız mənsubiyyətdir. Onu qeyri-müəyyən təsirli halda düşünə bilmirəm. Sadəcə müəyyən edə bilərəm. Onda da bağladı şəklində. Ölkəmizin sərhədlərini bağladı, bu cür düşünülə bilər. Yəni göründüyü kimi cümlə quruluşu icazə vermir ki, bu yazıq qeyri-müəyyən təsirli işlənsin. Biri götür. Bu nümunəni bu arada sadəcə yazıb yoxlamaq lazımdır cümlə daxilində. Daha sonra digər bir nümunəmiz dostluq nəğməmizdir. Dostluq nəğməmiz. Baxın, nəğməmizi oxudu. Baxın, fikir verin, dostluq nəğməmiz vermişdi. Mən onu müəyyən təsirli halda sadəcə işlədə bildim. Dostluq nəğməmiz oxudu desəm, yenə də olmur. Yəni qeyd olunan nümunə qeyri-müəyyən təsirli hal üçün müsait deyil, sadəcə olaraq müəyyən üçün müsaitdir. Alınmaz. Qatar sürücüsü. Bayaqki həkim nümunəsindəki kimi bunu da işlətmək olar uşaqlar. Baxın, deyirəm ki, validə qatar sürücüsü çağırdı. Və ya taksi sürücüsü çağırdı. Nə istəyirsən qoy yerinə. Həkim çağırdı, müəllim çağırdı, polis çağırdı. Göründüyü kimi çağırdı. Qatar sürücüsü, bilirsiniz ki, qatarın sürücüsü, yəni qeyri-müəyyən bura yərik hal olduğuna görə bunlar bir gedir, ikinci növ təyini söz birləşməsi kimi. Bax, fikir verin, müəyyən kimi də düşünmək olur, qeyri-müəyyən kimi də. Gördünüz, üçüncü gördünüz necə olur? Üzr istəyirəm, dördüncü. Validə qatar sürücüsü çağırdı. Cümlə mənasız deyil və rahatlıqla onu qeyri-müəyyəndə, hətta müəyyən də işlətmək olur. Deməli 4 düzdür. 4 olanları çıxsan, bax gördün, variant orada qışqırır. Yağış sularını da eyni formada işlətmək olar. Gəlin baxaq, yağış suları nümunəsinə nə deyə bilərik? Məsələn, deyirəm ki, o yeni layihəsində yağış suları istifadə etdi. Bu qələmdən nə çirkin səslər çıxır. Deməli, istifadə etdi
Nəyi və ya nə? Yağış suları. Fikir verin, yağış sularını da deyə bilərsən, yağış suları da deyə bilərsən. Çünki nədir o? Qeyri-müəyyən təsirlikdir və sən onu müəyyən təsirli edə bilirsən. Demək bu da olar. 5-i də düz götürürəm. Həmin müəllim, məsələn, həmin müəllim gəldi, getdi, oturdu, durdu. Həmin müəllim, məsələn, nə deyək? Çağırdıq desək, nə olacaq? Həmin müəllimi yalnız müəyyən təsirli halda istifadə oluna bilər, gördüyünüz kimi. Həmin müəllimi çağırdıq. Yəni onu qeyri-müəyyən kimi saxlamaq mümkün olmur. 1, 3, 6 C variantı.